Qaçanda. Qaçanda hiss edirsən. Əsas hansı dərslərdə biz bunu daha çox hiss edirik sizcə? Hansı dərslərdə? Hərəkət deyən dərsimiz hansıdır? İman, rəng, qaçmaq, idman, bədən tərbiyə dərsində düzdür uşaqlar. Dərsimizin də iki məqsədi var. Yəni dərsin sonunda biz nəyə nail olmalıyıq, gəlin baxaq. Mahnıların məzmununu hərəkətlərlə büruzə edir. Yəni ki, siz mahnı oxuyarkən müəyyən hərəkətləriniz olmalı, bədən diliniz oynamalıdır. Jestlər, mimikalar, hər şey özünü göstərməlidir. İkinci məqsədimiz, müxtəlif üsullarla musiqi nümunələri ritmi tutmalısınız. Ya əl çalmaqla, ya karandaşla, ya əlizlərini üstünüzə vurmaqla, müxtəlif üsullar. Yəni müxtəlif üsullarla biz dərsin sonuna kimi ritmi tutmağı öyrənməliyik. Gəlin dinləyək uşaqlar. Yazı yay əvəzliyir, yayı hansı vəzirələr əvəzliyir. Bax, bu dörd fəsil dayanmadan təkrarlanır. Təkrar ömür boyu. Ona da biz ritim deyəcəyik uşaqlar. Ritmi biz görəcəyik gecə gündüzdə. Gecə gündüzün bir-birinə əvəzlənməsində. Axı dünya fırlanır, öz oxa ətrafında. O zaman gecələr təmiz olur. Hər işə, bax, dünyaya göz açandan siz görürsünüz ki, gecələr gündüz var. Gündüz, gecə. Gündüz, gecə. Bir-birini əvəzləyir. Bu da bir ritim.
Aferin. Şöyle sütunlarda dizdi. Sütunlar uzanlı şekildedir. Arkayı kullanmıyor. Sütunlar bakın. Sütun fasile ara. Sütun ara. Müzikte nece olur? Not fasile, not fasile. Burada sütun ara, sütun ara. Hatta buna kuşlar hamısı ritimden uşaqlar. Simetri yansıdır. Her yerde var. Hadi bak siz ritim göreceksiniz. Bir dedik poeziyada. Poeziya bizden uşaqlar şiir. Şiirler. Şiiri biz geçende bu günlerde ben Azərbaycanla uyğunlaşdırma gələcək dərsimizi biz şiirlər keçəndə demişdik ki, uşaqlar, şiirlərin bəndləri var. Başqa bəndlərdə nələr olurdu? Şiirin içində, bəndin içindəki cümlələrə biz nə deyirdik? Misra. Misra, bəli. Misra deyirdik. Bax, orada qafiyələnən sözlər olurdu, düzdür? Və misralar özləri bir ritimdir. Bir bənddə neçə misra olurdu əsasən? Bir bənddə. 4 misra. 7 nə olurdu? Heyecan. Mesela şimdi bakalım, derse giden bir uşaq. Derse giden bir uşaq. Çıktı buz üstə boça. Görürsünüz, her misrada 7 heyecan. Ayrı oldu mu size? Deməli, musikidə değil, yalnız ritim. Her yerde de ritim. İnsan organizminde de ritim var idi, ürəyimizdə. İnsan etrafında da ritim var, təbiətdə de ritim var. Düzdür mü? Düzdür kızım? Her yerde terevizler. Orada balaca terevizler olacak. Bir de büyük terevizler. Balaca terevizlerin üstünden tez çalmamı geçeceğiz. Büyük terevizler biraz dayanacak.
Diqqətlə baxın. Müxtəlif növlər olur burada. Hər cür ritm tutulur sizinlə. Bunlar deyirlər ritmin növləri. Müxtəlif növləri var ki, görürsünüz uşaqlar artıq burada. Aferin sizlərə. İndi biz növbəti fəaliyyətə keçək uşaqlar. Artıq oturmaqda yəqin ki, yorulmuşsunuz siz. Biz nə edəcəyik sizinlə? Biz bu vaxtda sizlə çoxlu mahnılar keçmişik uşaqlar. Axı bu mahnılar ritm üzərində qurulur. Hayır xanım. Mahnılar ritm üzərində qurulur. Biz baxaq görək o mahnıların ritmini siz tuta bilirsiniz ya yox. Baxaq. Və bunu etməzdən əvvəl biz sizinlə notları keçmişdik. Bir oktavada neçə not olurdu? 7. Hətta onu baxın uşaqlar, böyük uşağıya bənzədiklər. Nəyə görə? Çünki böyük uşağında neçə rəmi var? 7. Ona görə notlarda bir oktavada 7 dənə. Biz ses ellərimizi açmaq üçün bir balaca pianoda onu məşq edək. Dalınca düzələn mahnısını oxuyaq və bu vaxtda kimi keçdiyimiz mahnılardır. Hər birindən bir parça oxuyacaq. Yaxşı, zəhmət olmasın gəlir. Orada qızlar. Oğlanlar da bu tərəfə zəhmət olmasın gəlir. Böyüklər arxada, balacalar qabaqda düzülün. Ses telleriniz açıldı? Tamam. Cümle cücelerini de okuyalım. Tamam. Thank you.
Ağır ağır gidelim. Yer değişti, mantı değişti. Hasta tekrarı başlıyoruz uşaklar. Yetti ferdi mahnı dinledik. Yetti ferdi defter. Yetti ferdi defter, yetti ferdi mahnı. Deməli, burada da artıq biz nə görürük uşaqlar? Ümumiyyətlə, belə deyək də, yetini tutmaq vaxtla əmələ gələn, vaxtla alınan bir şeydir. Düzdür, bir istedad da var. Anadan gəlmə, yetin tuta bilən uşaqlar var. Düzdür? Ancaq ki, biz desək ki, ömür boyu ritmi tuta bilməyən insanlar ola bilməz. İnsan istəsə hər şey öyrənər. Ola bilsin ki, bəzi uşaqlar üçün bir dərs kifayətdir. Ola bilsin ki, növbəti dərslərdə yenə də məqsəd izah edilir. Ola bilsin ki, uşaq var ki, ona 5-6 dərs lazımdır ki, oyunu tutmağı öyrənsin tutmağı. Düzdür? İndi baxaq növbəti tapşırığa. Biz bu vaxtda kimi sizinlə uşaqlar hal dərsləri keçmişdik. Hətta siz əksiləmişsiniz, bura çıxın, dərsə gəlirsə, yüklərlə, tək qızlar, tək olanlar və s. Və keçdiyimiz 7 dərsə aid mən siz üçün kartlarını hazırlayacağım. Bax, kartlar bu formadadır. Burada həm rəqsin şəkli var. Amma mən deyim, kimin qulağı məndə də əlini qaldırsın? Aferin, əlləşin, düz, şahid kimi. Deməli, 7 dənə kart var qabağınızda. Hər kartın üzərində bir xalqın adı yazılır. Düz uşaqlar, bu asan tapşırıq olmayacaq. Çünki burada elə mahnılar var ki, məsələn, orada deməli, yalınla köçəri bir-birinə çox bənzəyir. Biraz diqqətli uşaqlar, musiqi duyumu daha güclü uşaqlar, ritmi daha yaxşı tutan uşaqlar, onlar tez tapacaqlar. Digər uşaqlar isə məyus olmasınlar. Ola bilsin ki, 7 mahnıdan 7-sini də tapan uşaqlar olacaq. Ola bilsin ki, 2-sini, 3-ünü tapan uşaqlar olacaq. Yəni, siz narahat olun. Bu artıq uşaqlar vaxtla düzələcək bir şeydir. Gəlin başlayalım. Qabağınıza qoyun. Bax, belə deyil, bir ipucu verirəm sizə. Belə deyək. Məsələn, hansı mahnı çıxdı, o kartı qoyun kənara. Elə olsa daha rahat olacaq işiniz. Yəni, sən bilməsiniz. Yaxşı? Amma sən deməkdən qorxun, narahat olun. Növbəti dərslərdən daha da gələnlərdə görürsünüz. Qulaq asın. Siz kalın. Rahat olun, rahat olun.
Ev yok. 1, 2, 3, 4, 5, 6 uşaq təxminən bilmədi. Ev yok uşaq. Biz görəzi sıxmayın olan şey. Növbədə dərsləri öyrənirsiniz. Bu üzrələ növbəti hamle bulamazsam, bax mən sizə necə öyrətmişdim. Mahnının əvvəlini diqqət edin. Bax, zurnadan başlayan mahnı var, nahardan başlayan var. Bir ritmini tutmağa çalışın. Demeyin səsini. Yazda zaman. Bax, bu başqa bir mahnıya bənzəyir, diqqətli olun. Dəfələrlə keçmişik. Biz bunun səhvində günah uşaqlar. Siz tutacaqsan qalmışsan. 1, 2, 3. Ev yoxdur, ev yoxdur. Əla, super. Baxmaq olmaz. Əla. Əla. 4 dəfə bir balaca səhv edəcək. Ev yoxdur. Yenə də narahat oldu. Digərləri aferin sizə. Gözü açılan baxın. Açılan baxın. Nədir?
və yaşlı qal yazırsın. Tələsin, başa səhv olarsa, yəni, belə götürülməli nə uşaq. Birinci günləri oxuyuram. Aşağı edin, onları aşağı edin, aşağı edin. Siz bilirsiniz, mən yazmaq, dinləyin. Ya bunu ya o, siz bunu görüp kaldırmayın, da bırak. Deyir ki, səsləndirəcəyim cümlə doğru olarsa yaşasın, hani qaldır, səhv olarsa bilmir. Ritim təkrar olunan doğrudur. Təkrarlanır mı? Təkrarlanır mı? Vale, diqqətli olun, buna baxın. Özünüzdən mən bilmək istəyirəm ki, bugün siz nəsə anladınız ya yox. Bir də bizə baxın. Siz məni də anlatmış olacaqsınız özünüzü də. Tərəddüd edən uşaqlar var idi, 3-4 nəfər. Mən siz nəzərinizə alaram uşaqlar. Nəzərimə alaram ki, gələn dərsdən biraz da bunun üzərində işləyək. Aferin, bəli. Təkrarlanır, bayaqdan biz təkrar gəlir. Aferin, süper. 3. Ritmin ən çalmaqda tutmaq olar. Olar? Bunu daha bilməmək olmaz. Əskər əməkçi. Bəli, ən çalmaqla bayaqdan nə qədər ritim tutdun, genci qızım, gözəl və geri çıxar. Tutmadın gözəl. Ən çalmaqla ritim tuturdu, bəli, bu doğrudur. Eli yoxdur, narahat olmayın, daha uşaqlar düz. Ritim yalnız musiqide olur. Yalnız musiqide mi olur ritim? Dinlədim uşaqlar, qaldır. Bəli, yalnız musiqide olur. Aferin sizə. Bir də harada olurdu ki ritim? Harada olurdu? Sonra her yerde harda? Bəli. Burada olurdu ritim. Aferin sizlərə. Ritim təbiətdə də özünü göstərir. Bu doğrudur uşaqlar. Təbiətdə göstərir yoxsa yox? Fəsillərdə, aylarda var? Dalğada var? Aferin sizlərə. Bir də ki uşaqlar ritmi dinləmək, düzgün tutmaq üçün onu dinləmək lazımdır ya yox. Dinləmək lazımdırsa, yaxşı dinləmək lazımsa yaşlı qaldırırsın. Yoxsa qırmızı. Qırmızı 1, qırmızı 2, yaşlı 3, 4, 5. Orada yazdım ki, ritmi düzgün tutmaq üçün musiqini yaxşı dinləmək lazımdır. Siz musiqini dinləmədən ritmi tuta bilərsiniz. Diqqətlə tutasınız da. Bizim uşaqlar. Bəli, yaşlı. Aferin sizlərə. Bu günləri çox gözəl işlər keçin uşaqlar. Ən sona gəlib çatdıq biz. Baxın, gəlin bu cümlə məntəqə dərsimizi. Bugün biz musiqini sadəcə dinləmədik. Onu biz bugün ürəyimizlə hiss etdik. Bədənimizlə hiss etdik. Qazmayı qaldırıq uşaqlar. Refleksiya etdik. Bəli, çox gözəl işlər keçin uşaqlar. Aferin hər birinizə. Hər biriniz qaal ediniz. Bir balaca coşluqlar varsa, narahat olmasın. Həmin uşaqlar növbəti dərslərdə, musiqi dərslərdə biz onu aradan qaldıracağıq. Çox sağ olun uşaqlar. Gəlin bir də əlin görüşü bir-birimizlə. Növbəti dərsdə oxumalar arzu edək.